Herkese salamlar. Bugün sürücülerimizden olan Orxan Bey var yanımızda ve təəssüflər olsun ki, Orxan Bey taksidə işləyərkən başına çox pis bir hadisə gəlmişdi. Qafqaz Partnerin fərqi hər zaman sizə sürücülərimizin yaşadığı xoş anlar deyil, həmçinin çətin anlar da bölüşürük. Amma ilk olaraq Orxan Bey özünü tanıtsın bizə. Salamlar Orxan Bey, buyurun. Salam mənim. Mən Orxan Xeyrullazadə. 5 il olacaq mən Polşadayam və 8 ayda taksiyə geçmişəm. Taksi işləyirəm Qafqaz Partner qrupunda. 8 aydır Qafqaz Partnerdə işləyirsiniz. Gəlin indi taksidə işləyərkən yaşadığınız xoş hadisələr və pis hadisələrdən də danışacağıq bu arada. Tanıyaq biraz. Danışın bizə zəhmət olmasa. Deməli, Qafqaz Partnerdə çalışdığım üçün çox məmnunam. Çox yaxşıdır, öz dilində danışan insanlardır, ətraf mühit çox gözəldir, çox dəstək olurlar insana. Nə problemimiz olsa istəyir zənglə, istəyir bura gəlməklə, yəni anında dəstək olurlar. Bura Qafqaz Partnerə gəldim, taksi kiraladım, çoxdur burada maşınlar, istədiyiniz maşınları buradan kiralaya bilərsiniz. Burada sonra bütün hər bir şeydə kömək edirlər sizə. Legalizasiya var, oturum kartına başvuru var. Hər şey, advokat dəstəyi, hər şey var burada. Təşəkkür edirik Qafqaz Partneri bu qədər təriflədiyiniz üçün. Bəs taksidə sizin üçün işləməyinizin avantajları nələrdir? Yəni üstünlükləri nələrdir sizin üçün taksidə işləmək? Üstünlükləri odur ki, öz əlim öz başımda, istədiyim vaxt işləyirəm, istədiyim vaxt işləmirəm. Belə, üstünlükləri budur mənim üçün. Bəli. Bütün sürücülərimizin də dediyi kimi hər zaman istədikləri vaxt işləyirlər, istədikləri qədər limit qoyurlarsa, məsələn, o limiti doldurmaq üçün də işləyə bilirlər. Bu taksidə dil problemi yoxdur. Boltda, Uberdə, Frenovda avtomatik olaraq translate var. Yəni heç bir dil tələb olunmur. Müştərilər də o qədər danışmır əslində. Yox, danışmırlar. Danışsa da translate ilə danışa bilirlər. Yəni anlayan anlayır. Yəni elə insan var anlayır polyak dilini, elə insan var anlamır. Yəni çətinlik yoxdur. Taksidə çətinlik yoxdur, dil çətinliyi. Bəli, biraz taksinin yaxşı tərəflərindən də danışdıq. İndi isə taksidə bəzən sürücülərin hər kəsin başına gələ biləcəyi bir hadisə Orxan bəyin başına gəlib təəssüf ki, və indi bizimlə o hadisəni bölüşəcək. Buyurun. Deməli, 2 gün bundan öncə bir sifariş götürdüm. Getdim adamın arxasıca götürməyə onu. Adam mindi maşına. 2 kilometr gedib götürdüm onu, 730 metr, yoxsa 750 metr aparmalıydım. Elə bir yerə girmişdim, tupik idi, fırlatdım maşını, çıxanda bu dəyişdi. Dəyişdi, baxdım ki, 730 metr oldu, 25 kilometr. Üzümü çevirdim ki, dəyişdiz adresi. Gördüm burada yanımda bıçaqla dayanıb. Nalayıq söydü mənə ki, sür. Baxdım belə, dedim, yox, o bıçaqla mən sürə bilmərəm. Yəni, polyakça danışıram ilə. O bıçaqla mən sürə bilmərəm. O bıçağı at bayraya, qoy bir qırağa, sürüm rahat. Dedi, sür. Mən də başladım sürməyə. Sürdüm, gəldim. Telefonumun biri aşağıdaydı, biri də burada navigatoru qoymuşdum. Götürdüm ki, bir dostum var, onu yığım. Bu gördü bıçağı qoymuşdu yanına, gördü, bıçağı gətirdi yanına, əlimdən vurdu, nalayıq söyüş. Telefonum düşdü yerə, dedim, yaxşı, bir söz demədim. Sürdüm, gördüm, onun telefonun başı qarışıb. Yavaş-yavaş o navigatordan çıxdım, yığdım Ruslan bəyi. Ruslan bəyi yığdım ki, Ruslan bəy, bəs başıma belə bir hadisə gəlib, danışa bilmirəm. Bu arada Ruslan bəy də Qafqaz Partnerimizin meneceridir. Dedim, Ruslan bəy, başım bir bəladadır, mənə köməyə ehtiyacım var. Ruslan bəy dedi, həmən adresi at mənə. Mən canlı konumu atdım ona, screen elədim, ekran görüntüsünü elədim, atdım ona. Ruslan bəy dedi ki, narahat olma,
mən bu dəqiqə həll eləyəcəm. Polisə də zəng vuracağam, adresi verəcəyəm, dostlarıma da deyirəm. Dostları da zəng vurdu mənə, qrup şəklində zəng vurdular mənə. Mən getdim. Yolda mənim internetim bir anlıq getdi. Ruslan bəylə danışdığım zaman mənə dedi ki, Orxan, səhv girdin yolu, abratına qayıtmalısan, geri dönüb qayıtmalısan. O momentdə internet getdi təmiz. Və çox istəyirəm, sözünüzü kəsirəm. Sizin o internet gedəndə biz də Boltdan sifarişi götürmüşdünüz. Biz də Boltdan canlı izləyirdik ki, Orxan bəy sifarişinə hansı yoldan gedir. Biz oradan baxa bilirdik Orxan bəyi, izləyirdik ki, Allah eləməsin, hər hansı bir təhlükə olarsa, həmən dəqiqə Ruslan bəy öz tanışlarına deyib, onları da ora yönləndirək. Oradan Ruslan bəy bilirdi ki, siz səhv yola girmisiniz. Bəli, mən getdim başqa bir yola, sonra navigator özünə gəldi, təzədən fırlandım, gəldim, öz yolumu getdim. Özüm yolumu gedəndə gördüm, bir Toyota Prius getdi, mənim arxamdaydı. Gəldi, keçdi məni, qabağımda getdi. Biraz gedəndən sonra saxladılar. Saxlayan kimi biri gəldi, məni açdı, qucaqladı ki, görüm salamatdır. Çünki internetim getmişdi mənim. Çox nigaran idilər ki, nəsə eləyib mənə ki, internetim gedib, telefonumu söndürüblər ya nədir. Yəni, biri məni qucaqladı, o birisilər də onu çıxartdılar maşından. Və onu çıxartdılar maşından. Mən dayanmışdım qıraqda, yəni onu da çəkmişdilər qırağa. Yəni sağ olsun bizim uşaqlar, dostlar, tanışlar, sağ olsun Ruslan bəy. Sonra polislər gəldi. Polislər gəldi, bunu çəkdilər bir kənara, 2 dənə polis idi. Bundan tez bunun bıçağı aldılar bunun əlindən. Bıçağı aldılar, çantasını götürdülər, telefonlarını götürdülər, qoydular, onu saxladılar qıraqda, qandaladılar, saxladılar qıraqda. Sonra gəldi. Ruslan bəylə Tanrıverdi bəy gəldi ora. Həmən özlərini yetişdirdilər. Tanrıverdi bəy də bizim supportumuzun department meneceridir. Ondan sonra yəni oturdular, yəni ölçü-biçi elədilər, gözlətdirdilər bizi orada. Getdik biz polis idarəsinə, apardılar bizi, gecə idi. Bir-bir ifadələrimizi aldılar. Mənə dedi polis rəisi ki, bu şikayətçisən bu insandan, yoxsa yox. Mən sual verdim ona ki, polis rəisinə, şikayətçi olsam nə olacaq, olmasam nə olacaq. Dedi, yaxşı sualdır, dinlə məni. Tərcüman da gəlmişdi bizi üçün, mən üçün. Dedi ki, şikayətçi olsun, yəni iş çox uzanacaq. Yəni başı uzaqlayacaq, məhkəməyə gedəcək, nə bilim, çox olacaq da, yəni başınız çox ağrıyacaq. Dedim, şikayətçi olmasam, dedi, şikayətçi olmasın, hamı ifadəsini verəcək, ərizəsini yazacaq, hamı bir yerdə çıxıb gedəcək. Dedim, yaxşımı, şikayətçi deyiləm. Yazdım bütün ərizəmi, telefonumu, zadımı, hər şeyimi yoxladılar. Maşınımda qalıb, hadisə yerində Tanrıverdi bəy maşının yanındaydı. Və maşınımı kontrol eləyiblər, kameramı yerli-dibli qoparıb götürüblər maşınımın kamerasından. Bir telefonum maşındaydı, bir də bu hər kəsin taksi şoferlərində olur, qəpiklər, xırda qəpiklər var, onlar da oradaydı. Onları götürüblər, telefonumu götürüblər, bir də kameramı götürüblər. Maşınımı da yəni didi-didi axtarıblar. Hər bir şeyini çəkiblər. Sonra məni buraxanda mən çıxdım bayra, siqaret çəkdim, abratına qayıtdım içəri ki, görüm o biri uşaqların nə deyirlər, nə inirlər. Ruslan bəy mənə dedi ki, bu oğlanı buraxdılar. Dedim, kimi? Dedi, sənə bıçaq diriyəm. Dedim, niyə? Dedi, bilmirəm. Amma polis rəisi mənə demişdi ki, onu göndərdik biz psixiatriya, malnitsəyə göndərdik, o bir daha çıxmayacaq. Və polis rəisi mənə də dedi ki, səndən pul, telefon, nəsə əşya, hədə-qorxu gəlib, alıb səndən. Dedim, yox. Dedi, bu bir neçənci dəfədir, yəni sənin kimlərini eləyir bu. Dedim, mənim kimlərini bu eləyirsə, niyə görə bəs bunun qarşısını almamışsınız? O mənə dedi ki, onda psixiatri döyür idi. Ağlı yerində idi. Cəriməsini yazıb, neyniyib bilmirəm. Buraxmışıq. Mən ikinci dəfə qalxa bilmədim ki, axı sən dedin, mənə dedin ki, bu balnitsadadır, amma buraxdım bunu.
bu hadisələr beləncə olur. Bu əlini qolunu sallaya fit çala bizim yanımızdan keçdi, getdi. Bunu da qeyd edeyim ki, sağ olsun bu Qafqaz Partner ekibi tam vaxtında gəldi, yetişdirdi özünü. Mənə bu yəni dövlət işlərində, polis işində Ruslan bəy, Tanrıverdi bəy çox kömək elədi. Hər şeyi həll elədilər, sağ olsunlar. Yəni çox kömək elədilər. O momentdə hətta mən orada olanda gecə idi. Buradan Qafqazın ofisindən də mənə yazıb hal-əhval tutmuşdular. Nərgiz xanımla Seymur bəy sağ olsun. O mənim stresli vaxtımda o mesajı da gördüm mən, yəni bilmirəm daha nə deyim. Çox gözəl oldu, yəni mənim üçün ürəyimi açdı. Yəni Orxan bəy bizim ofisimizə həm də tez-tez gəlir. Əlbəttə sadəcə bizim üçün müştəri olaraq deyil, bizim artıq yaxınımızdır, əziz insanımızdır. Eşidəndə hamımız pis olduq. Ki təəssüf ki, yəni taksidə belə şeylər də yaşana bilir. Əsas odur, sürücülərimiz hər zaman yəni bu təhlükə anının fərqində olmalıdırlar və ona görə davranmalıdırlar. Biz hər zaman videolarımızda deyirik ki, Qafqaz Partner isə sadəcə qeydiyyatda deyil və ya iş prosesində deyil, artıq işə başladıqdan sonra da hər zaman sizin yanınızdadır. Bu hər zaman sizin sadəcə sənədlərdə yaşadığınız problem deyil. Həm də işləyərkən də başınıza gələn bu təhlükəli anlarda da Qafqaz Partner sizə əlindən gəldiyi qədər kömək göstərir ki, nümunəsi də buradadır. Ümid edirik ki, heç bir sürücümüz içində Orxan bəy daxil olmaqla belə bir hadisəni heç vaxt yaşamaz. Çünki bu asan bir şey deyil. Yəni Orxan bəy əlbəttə bilirik ki, bundan artıq bir travmada yaşayıb. Yəni çətin bir şeydir. Ona görə də Qafqaz Partnerin digər partnerlərdən fərqi də odur ki, biz sürücülərimizə ailəmiz olaraq yanaşırıq. Siz əgər bizimlə işləyirsinizsə, bizim ailəmizdən biri olursunuz. Biraz pis hadisələrdən danışdıq. İndi gəlin biraz keyfimiz yerinə gəlsin və əsas hər kəsin maraq etdiyi şeylərdən biri də əlbəttə ki, taksi sürücülərimizin qazanclarından biridir. Orxan bəy, siz taksidə nə qədər qazanırsınız? Qazanclarınız nə qədər olur? Baxır mənim işləməyimə. İşləyərəmsə çox qazanaram. Az işləyərəmsə az qazanaram. Bu səfər asan qurtula bilməyəcəklər bu cavabdan. Məsələn, keçən ay ən çox nə qədər qazanmısınız? Bizə göstərə bilərsiniz proqram üzərindən. Göstərə bilərəm. Siz bilirsiniz ki, biz həftəlik alırıq. Həftəlik işləyirik, maaşımızı da həftəlik alırıq. Bəli, indi keçən ay ən çox nə qədər qazanmısınız baxa bilərik? Burada da baxa bilərsiniz. Şok mop yok değil mi? Onu bir kontrol edelim. Maşallah. 6000. Dur. Nedir yani? 6179. Ne zaman tarihi bakalım? 2 Şubat, 9 Şubat. 9 Şubat. Sadece bu haftalık kazanç değil mi? Haftalık. Bir hafta 2 Şubat, 9 Şubat. Bereket versin. Bir hafta. Gerçekten çok yüksek bir. Yani birçok kişinin aylık maaşı değil bu. Gerçekten. Tabii ki içinde masraflar falan var. Neyse siz muhabbet edin. Ben müdahale etmeyeyim. Gözümüzə də görmüş olduq yəni net olaraq. Gördüyünüz kimi, yəni Orxan bəyin keçən ay ən çox qazandığı həftə 6000-dir. Hesablasaq ki, benzin xərcləri, avtomobil kirayəsini hesablasaq, 4000-dən belə hesablasaq, yəni burada qazanılan maaşın 2 qat, 3 qat çoxudur. Çünki bu sadəcə onun həftəlik qazancıdır və bir ayda 4 həftə varsa siz düşünün ki, qazanc nə qədər olur. Əlbəttə ki, maaşı soruşmazlar, hesablamazlar, ayıbdır. Amma yəni bizdən də soruşduğunuza görə biz də bunu özümüzə borc bilirik ki, sizə göstərək. Yəni gördüyünüz kimi taksidə pul yoxdur deyənlər çoxu da işləməyənlərdir. İşləyib zəhmətlə pul qazananlar Orxan bəy kimi qazancları yüksək olur. Taksidən biraz çox danışdıq. Artıq keçək Orxan bəyin Polşada olan təcrübələrinə. Polşa nə üçün gəlib, nə edir Polşada və taksiyə başlamamışdan qabaq hansı işlərdə işləyib ki, sonrasında taksiyi seçib. Buyurun Orxan bəy. Mən ilk gəldiyimdə getdim bir göbələk parniki, Azərbaycan dilində desək parnik. Burada müasirdir də, yəni orada işlədim. Mən həyat yoldaşımla gəlmişdim bura. İndi də həyat yoldaşımla buradayam. 4 il yarım təxmini, yox, 4 il neçə ay orada işlədim. Gördüm, yox, psixoloji təsir eləyir mənə, adamın üstündə çox müdürlər var. Dedim, yox, taksi ən yaxşısıdır. Gəldim taksiyə, heç də peşman olmadım mən taksiyə gəlməyimə. Çünki öz əlim öz başımda, öz müdürüm özüməm. Az işləyərəm,
az qazanaram. Çox işləyərəm, çox qazanaram. Bəli. Bəs Porsche necə? Bəyənirsiniz Porsche-ı? Necə bir ölkə? Yəni işləməyə, qazanmağa yaxşı bir ölkədir. İşləməyə gəlirsənsə yaxşıdır. Başqa bir şeyə görə mən bir söz deyə bilmərəm kiməsə. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Aşağıdan abunə olub yuxarıdan bildirimləri aça bilərsiniz. Videonu da bəyənsəniz çox sevinərik. Özünüzə yaxşı baxın. Hələlik.